gözünden bir haber. Gafil oyan, gafil oyan. Seyid İmadəddin Nəsimi bir beytində belə buyurur: Şəm ilə pərvanəyəm, bəhr ilə dürdanəyəm. Məscid-i meyxanəyəm, məbəd ilə sövmənat. Bəs görəsən bu beytdə istifadə olunan sövmənat sözü nə deməkdir? 11-ci əsrdə böyük sərkərdə və hökmdar kimi tanınan Qəznəvi Sultanı Mahmud Hindistana bir neçə yürüş təşkil etmişdi. Onun bu yürüşləri təkcə qənimət və torpaq ələ keçirmək uğrunda deyildi. O həm də özünü İslam dininin bayraqdarı sayır və bütpərəstliyin güclü olduğu yerlərdə bu inancı sındırmağa çalışırdı. Bu yürüşlərin ən məşhurlarından biri Hindistanın Gujarat vilayətində yerləşən Somnat şəhəri üzərinə olmuşdu. Somnat sözü müxtəlif mənbələrdə sövmənat, sumnat şəklində də işlənmişdir. Və mənası sanskrit dilində sövmə, yəni ay, nat isə sahib deməkdir. Yəni ayın sahibi. Tarixi mənbələrə görə Sultanın ordusu 8 yanvar 1026-cı ildə Somnat şəhərini ələ keçirir. Bu fəthin çox maraqlı bir hekayəsi də var ki, Şeyx Əttar Nişapuri Məntiqü't Teyr əsərində onu nəzmə çəkmişdir. Somnat məbədi hindlilər arasında çox böyük nüfuza malik idi. Məbədin içərisində illərlə xalqın sitayiş etdiyi, başdan başa qızıldan hazırlanmış və qiymətli daşlarla bəzədilmiş Lat adında böyük bir büt vardı. Sultan Mahmud məbədə daxil olduqda baxışları dərhal həmin bütə yönəldi. Onun yanında olan əsgərlər və əyanlar da bütə heyrətlə baxırdılar. Qızılın və daşların parıltısı göz qamaşdırırdı. Elə bu vaxt məbədin rahibləri tələsik və həyəcanlı şəkildə Sultan Mahmudun qarşısına çıxdılar. Onların üzündə həm qorxu, həm də yalvarış hiss olunurdu. Ey ədalətli sultan, bu büt bizim üçün sadəcə qızıl deyil. O bizim müqəddəs rəmzimizdir. Əgər onu sındırmaqdan imtina etsən, sənə onun çəkisindən 10 qat artıq qızıl təklif edərik. Qəniməti istədiyin qədər götür, amma bu büti bizə qaytar. Bu həqiqətən həmin dövr üçün nəhəng bir sərvət təklifi idi. Sultanın yanındakı əyanlar da bu təklifi qəbul etməyi məsləhət gördülər. Sultanım, bu qədər qızılı almaq həm dövlətimiz, həm də ordumuz üçün böyük gücdür. Gəl büti onlara verib qızılı götürək. Lakin Sultan Mahmudun bu anda baxışları sərtləşdi. O bir anlıq susdu, sanki deyilənləri ölçüb pisdi və sonra qətiyyətlə belə cavab verdi. Mən bu qədər yolu qızıl üçün gəlməmişəm. Mən bura bütə sitayişi aradan qaldırmaq üçün gəlmişəm. Əgər bu bütü qızıl qarşılığında onlara versəm, qorxuram qiyamət günü desinlər ki, Azər bütü düzəltdi, Mahmud isə onu satdı. Burada Azər İbrahim əleyhissalamın atasına işarə olunur. Bu sözlərdən sonra sultan böyük bir ocaq qalamağı əmr etdi və bütü həmin ocağa atdırdı. Büt əriməyə başladı və onun içindən 20 batman ağırlığında cövhər, yəni ləlcəvahirət çıxdı. Sultanın yanında dayanan bəzi əyanlar bu mənzərəni görüb heyrətlə susdular. Mahmud isə sakit, amma mənalı bir cümlə dedi. Əgər mən rahiblərin təklifi ilə razılaşsaydım, nə bu xəzinədən xəbərim olardı, nə də haqq yolunda durduğumu sübut etmiş olardı. Beləliklə o həm bütü məhv elədi, həm də göstərdi ki, onun üçün əsas olan qənimət yox, iman idi. Somnat məbədindən ələ keçirilən qənimətlər sonradan dövlət xəzinəsinə və ehtiyac sahiblərinə sərf edildi. Amma tarixdə qalan şey qızılın miqdarı yox, Mahmudun mövqeyi oldu. Şeyx Əttar hekayənin sonunda insanı öz nəfsindəki bütləri yandırmağa dəvət edir və hər kəsi öz içindəki cövhəri kəşf etməyə çağırır. Eynilə Sədi Şirazinin bir beytində söylədiyi kimi: Kəmal-əst dər nəfs semərd-i kərim, gərəksər nəbaşət çə nöqsan-ı bim. Kəramətli, yəni kərəm sahibi olan insanın nəfsində, özündə kamillik var. Onun qızılı olmasa belə, nə nöqsanı, nə qorxusu. Gafil oyan, gafil oyan.